Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Yoldaşım gələrkən belə bir şirniyyat almışdı, tort istəmişdim. O da sağ olsun alıb gəlmişdi. 25 manat idi bu tortun qiyməti və dadı da o qədər də wow olmasa da yaxşı idi, pis değildi. Uşaqlara da popcorn hazırlamışdım. Evdə təkə baxırdı. Gözəl bir vaxt keçirirdik uşaqlarla. Deməli sizə nəyi göstərmək istəyirəm. Temudan 2 ədəd sifarişim var idi. Shorts formasında açmışdım, amma burada da sizinlə bölüşmək istədim. Ona görə videonun bir qırağına sabitləyirəm videonu. Həm izləyin, həm də biraz məlumat verim. Bu ikili dəsti əslində shortsda bölüşmüşdüm sizinlə. Çox bəyəndim. Çəhrayı rəngdə olan dəsti özüm üçün almışam. Çox rahat bir geyimdir. Əgər sizlər də belə bir geyim axtarışındasınızsa, kodunu yazmışam. Mütləq şəkildə alın özünüzə. Çox bəyənəcəksiniz siz də. Tortumu da götürürəm. Yaşıl çayımı da götürürəm və gedirəm kinoya baxmağa. Evdə təkə baxırıq. Deyəsən artıq yeni il dekorlarını çıxaracağam. Bilmək olmaz. Deməli qızlar, sabah toya gedirəm və kraskanı da indi qoymalı oldum. Həmişə kimi mənim işlərim həmişə sona qalır da, yəni. Bu kraskadan istifadə edirəm həmişə. Çox gözəl kraskadır. Oliviyadan alıb yoldaşım. Bazar Store'da da var idi. 11 manat civarıdır. Hələ endirimlə bu qiymətədir, amma çox yaxşı kraskadır. Deməli, 2 dənə belə çipik var. Bunları qarışdırırsınız. Belə bir başlığı da var. Bunu da istifadə edə bilərsiniz, amma mən istifadə eləmirəm. Əlcək çıxır içərisindən. Belə bir şampun çıxır. Burada deməli qızlar, evə adam gəldi. Ona görə sözüm yarımçıq qaldı. İlərləyən dəqiqələrdə nəyin nə olduğunu sizə izah eləyəcəm. Belə bir boşluq yaranmışkən digər karqonu da göstərmək istəyirəm sizə. Burada isə mamaya belə bir üst geyimi aldıq. 50 manat idi qiymət, səhv eləmirəmsə. Yenə də kodunu da qiymətini də yazacağam. Yaxşıdır, bəyəndim, amma hələ mama görməyib düzdür. Əyninə geyinəndən sonra yenə çəkiliş eləyərəm sizə. Amma ki bir şeyini bəyənmədim. Orada cib hissəsi var. Əslində cibi yoxdur. Sadəcə görüntü olaraq cib kimi bir şey yerləşdiriblər yəni ora, amma yəni cibi yoxdur. 2 yazılan şampundur. Bu 3 yazılan bənövşə rəng maskadır. Saçların rəngini tənzimləyir. Bunu bir dəfəyə yox, hardasa mən 2-3 dəfəyə istifadə edirəm rahat. Özü də çox gözəl yumşaqlıq verir saça, dəhşət bir şeydir də. Yəni bu sırf bu kraskanı çox bəyənirəm. Saçıma çox gözəl yumşaqlıq verir. Yəni mənim saçımda uclarında saç qıranlar falan olur. Cod hissələri də olur, coddaşmalar da olur, amma bu kraskanı qoyanda çox gözəl effekti olur. Saçlarım yumşaq olur da yəni. İndi bunu qarışdırım, saçlarıma çəkim. Daha sonra 20-25 dəqiqə sonra da yuyacam başıma. İnşallah gözəl bir rəng olar. Yeni bir gündən hər kəsi salamlayıram. Deməli, dünən axşam elə kraskanı qoydum. Saçım da çox gözəl oldu. İndi üzümə maskam var idi belə yarımçıq. Onu qoymuşam, artıq quruyur. Birazdan götürəcəm. Hələ gedirəm uşaqların yeməyini verməyə. Deməli qızlar, geyim olaraq bunu geyinəcəm. Belə bir çəhrayı pencəyim var. Dünən qaynım apardı, bunun qollarını kəstirdi. Biraz uzun idi. Bir dəfə geyinmişəm bu alınandan bu pencəyi. Onda da qolu uzun idi deyə o qədər yaxşı qalmırdı. Amma indi qolunu kəstirdik. Yaxşı qalır. Razmeri 2XL-dir, amma belə yəni boş qalır da mənə. Artıq arıqlamışam deyə gözəl oturur rəynimə. Altına ağ şalvar geyinəcəm. Bir də yoldaşım ayaqqabı almışdı, onu da göstərim sizə. Bir dənə belə topuqlu bir ayaqqabı aldım təzələcə. Bununla uyumlu bir çantam var, onu taxacam. Ajdaya belə kalqotka alıb paltarın altına geyinməyə. Ajdaya da bir dənə belə çəhrayı rəng paltar aldı. Onu da sədərəkdən alıb. Belə bir paltardır. Arxası biraz uzun. Qabağı da qısa. Gözəl paltardır. Və bu da Ajdanın ayaqqabısı. Belə ağ rəngdə ayaqqabı götürüb. Razmeri 30 razmerdir. Neçə dəfə gəldi, getdi bu ayaqqabı. Gah 31 götürdük, böyük oldu. 29 götürdük, balaca oldu. Axırda elə 30'da qərar qıldıq. Bu da elə paltarı ilə geyinməyə. Setka, kalqotka və belə bizim paltarlarımız burada. İndi gedim yoldaşımın paltarı ilə alayım. Paltarını da ütülüyüm. Və belə birazdan çıxacağıq. Çünki həm oğlan evinə getməliyik, həm qız evinə. Ona görə yolumuz uzundur. Bir də şalvarı da göstərim sizə. Çünki əynimdə göstərə bilməyəcəm. Ona görə belə ayrı-ayrılıqda göstərim. Belə
ağ rəngdə bir şal vardı. Yadınızdadırsa, Temudan ağ-qara dəstə almışdım. Jiletka, pencək və bu ağ şalvarı. Həmin o dəstin şalvarıdır. Belə bir çəhrayı pencəkdir və ayaqqabıdır. Bir də qara sumka götürəcəm, gümüş detayları ilə. Bu sumkanı götürəcəm. Qara rəng sumkamdır. Gümüş detayları var burada. Ayaqqabı ilə uyumlu olsun deyə. Belə bir çanta da var, amma çox balaca olacaq. Bilməm, bəlkə bunu götürərəm. Qararsızam hələ ki. Burada başqa çantalar da var, amma rəngə görə hələ ki qalmışam. Bilmirəm hansını götürərəm. İndi baxacam. Hələ ki gedim paltarları ütülüyüm. Daha sonra baxarıq çanta mövzusunda qərarlaşdırarıq. Və bura kimi izləmişsinizsə, hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olaraq mənə dəstək ola bilərsiniz. Videonu bəyənib şərh yazmağı da unutmayın. Qeydlərimi aparıram. İnşallah qəlbimizdə seçəcəm tezliklə. Hər vloqda, hər videoda ay ərzində kim daha aktiv olursa, şərh yazırsa, həmin o xanıma da hədiyyə göndərəcəm. Nemləndirici olaraq bunu istifadə edəcəm. İndi hamısını çıxardıb qoyuram ki, əlimin altında olsun. Belə bir bazam var. Bilmirəm, çox güman ki istifadə edərəm, amma hələ bilmirəm, baxacağım. Sonra Maybelline bu Superstay tananisini istifadə edəcəm. Çox gözəldir bu. Daha sonra bunun L'Oreal'ın Infallible konsilerini, bunda qapadıcılığı süperdir. Notun transparan pudrasını NYX'dən istifadə edəcəm bronzer olaraq. Tuşda bilmirəm, hamısını çıxardıb qoyun bura, baxaram. Linerimdə vuracam. Birinci linerdən başlayacağım ki, hər hansısa bir səhv olan zaman rahat bir şəkildə silim. Sonra artıq tonalini, gözaltı bacısını istifadə edərəm. Qaş sabitləmə də Superlock və daha sonra da bunlardan da biraz istifadə edərəm. Əslində saçımın rəngini dəyişmişəm deyə bu biraz mənə qəhvəyi qalacaq, amma yəni də baxacağım, istifadə edəcəm, artıq biləcəm ki, yaxşı qalır. Göz çeni o qədər də istifadə eləməyəcəm, sadəcə əlimin altında olsun deyə çıxardıb qoyum bunları. Və bir də bu highlighter dəstini istifadə edəcəm. Başladıq. Mən makyajımı eləyim. Və sonda da bu sabitləmə spreyindən vuracağım. Dodaq qələmi isə Kiko 04 nömrə Kiko ilə istifadə eləyərəm. Ən gözəli ilə bunlardır. Həmişə istifadə etdiklərim. İndi isə başladıq. Makyajımı etdikdən sonra isə qızlar şəklini bura yerləşdirərəm, necə bir makyaj elədiyimi. Acdan dırnaqlarına dalaq çəkdim, saçını düzləşdirdim ütü feni ilə. Saçını yığmadıq, yoldaşım acdan saçı açıq olan daha çox xoşlayır. Ona görə də istəmədi saçını yığaq və belə açıq saxladıq. Sadəcə düzləşdirdim saçını və çox da qəşəng oldu. Və qızlar, acda da hazırdır. Fırran acda xalalar baxsın. Qəşəng oldun sən. Belə qolbağı var idi, taxa bilmədim. Qoluna balaca oldu. Raul hələ telefona baxır. Bunu taxa bilmədim, balaca oldu qoluna. Bilmirəm. Üzərində də acda yazılıb. Əmləri almışdı ad günündə. Sepini taxdım, amma bunu taxa bilmədim. Təəssüflər olsun ki, indi mən də hazırlaşım. Tez yoldaşım artıq gəlib. Mən də geyinim, çıxaq. Bu da Raulçik qızlar. Burada isə artıq videonun üzərinə səs yazmağı sonlandırıram qızlar. Sizləri gözəl musiqilərlə baş-başa buraxıram. İnşallah subaylar üçün olsun.
səhəri gündə bizdə qonaqlar var idi. Qaynatamgildə belə bir süfrə açmışdı. Elə toy əhli, hər kəs gəlmişdi. Əyləşdiyi bir süfrə arxasında gözəl bir vaxt keçirdi. Burada da artıq vloqumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.